Selamun Aleyküm. Bu gündə kimya 11-ci bölümü anladarım. 12-ci sınıf kimyasıdır. 10-cu bölümü anlatdıq. 10-cu bölümdə hidrokarbonlar oxuduq. Bugün 11-ci bölüm başqa orqanik birləşiklər. Baxaq, bu başqa orqanik birləşiklərdə örnəklərimiz nədir? Birinci dəfə alkollar alıq. Baxaq, alkollərin genel formülləri nədir? Bir də ən önəmli şey dəfəmiz gələndə işlevsel qrupu. İşlevsel qrup, baxaq mənasını. Alkollərin genel formülü OH. Bu eder alkil grubudur. Alkil grubu dedik nədir? Alkanlar da aynən bəz bir hidrojeni daha eksikdir. Alkanlar da bəz bir hidrojen eksikdir. Əgər soruda getsə alkollerin işlevsel grubu nədir? İşlevsel grupları OH-dir. OH işlevsel gruplardır. Kimin bu? Alkollerin. Gene çox gələn sorulardan biridir. Ondan sonra isimləndirməyə, əgər isimləndirsək bəsin, isimləndirmə nə qoyarıq bəscə? Alkan artı ol. Yəni ismi olur alkanol. İsimləndirmə alkan artı ol. Bu ol, bu OH-dən gəlibdir. Alkan da bu ardakından gəlibdir. Alkanol. Alkanol isimləndirməkdir. Bir örnək alağın CH3OH. Bu nəç oldu 3? Biz bilirik metan 4'tür. Çünki oldu alkil grubu R. Bu R'nin mənası nədir? Edər bir hidrojen eksikdir alkanlardan. CH3OH. İsimləndirsək bəsin, onlar metanol. Metanol. İsimləndirsən bəsin, alkanik öz kimində OH var bəsi edər metanol. Ondan sonra CH3 var. CH2OH. İsimləndirsək bəsin, onlarına bir karbon, 2 karbon. Adı nədir? Etan. Bir OH da vardı, edər etanol. Ondan sonra gəliq propana. Propancı 2 nə isimləndirmək var? Baxaq nədir? 1, 2, 3. 3 karbon yaptım. OH da vardı, edər propanol. Yəni də edə biləm bəs nə deyim? Bir propanol. Bir propanol. Yəni propanol, yəni bir propanol. Hazmın isməkəz dəyişənlər başqa bir izomerdə vardı. Bunun gedən dərs izomerləri anlatdıq. Bu şəkildədir. OH edə biləm gətirim ikinci karbona. İndi gələndə ikinci karbona, OH ikinci karbonda olduğuna görə bu 1, 2, 3. Buradan da saysam, OH-in en yakın olduğu taraf 1, 2, 3 edir. Yəni edir OH ikinci karbonu düşürür. OH ikinci karbonu düşdüyünə görə ismi onlarına 2 propanol. 2 propanol. Bu da diğer bir izomerdir. Aynı əgər baxsağın moleküler formülləri aynəndir. Moleküler formülləri aynəndir. Bəs baxsaq yapısal formülləri farklıdır. İndi bir 2 örnek vardı. Onlarda yazağın. Ondan sonra alkollerin özelliklerine gəliq. Baxağın özellikləri necə anladarıq. Alkollərdə en önemli şeylerden biri də bazı kere bağımıza verir 2 OH grubu var üstündə. Bazı kere də soruda bağımız gəlir 3 OH grubu vardı bir birleşik içinde. Birinde dedik 2 var, birinde 3. İndi əgər 1 oldu, bağımız asantı bir ekanı bildik. Əgər 2 olsa onlarına, 2 olsa mənasına dibəm göstərsəm birinci ilə ikinci karbonda. Birinci ve ikinci karbonda nəmiz vardı? İsmə baxın 1, 2 özü nədir? Etandır. Etan onlarına o vaxt 1, 2 etan dayol olur. 1, 2 etan day ol. Nəç oldu day? Edər 2 OH grubum vardı. Hər ikisi də biri birinci hissindədir, biri ikinci hissində. Metillər kimi demərik dayakan özdə yazaq. Burada isməkə içində yazarıq. 1, 2 etan dayol. Bunun bir qeyr ismi də vardı. Bəsində gələr etilin glikol. Ticari ismidir. Ticari ismi etilin glikol. Daha sonra baxarıq nerede kullanılır. Ondan sonra diğer örnekimize gəliq baxağın 3 OH grubu vardı bir alkan içində. 3 OH grubu içəri. Bu 3 OH grubunu necə isimləndirək? Birinci kere baxın neçə karbonum var? 1, 2, 3. 3 karbondan oluşturur. Bu 3 karbondan oluşturur mənası nədir? Edər metan dac, etan yox propan. Propan 3 karbon içəri. 3 karbonu edər nə edərik? Yazarıq birinci, ikinci, üçüncü. Propan olar triol.
propan, triol. Nədir? Çünki birinci karbon, ikinci, üçüncüdə, hər üçündə OH-im var. 3 OH-im var, hər üçü olar triol. Bu ol dedik mənası nədir? Alkollerin ismidir. Yəni isimləndirməyə cəsabıxızı alkanlarda deyirdik en yakın dalın olduğu tərəfdən başlarıq. Burada OH-in en yakın olduğu tərəfdən başlarıq isimləndirmə, numaralandırmağa. İsimləndirəcəkdə OH-ə yəni alkanol en sonunda yazıldığı CH, CH2, CH3, OH. Hardan başlarıq? OH-in en yakın olduğu tərəf. Əgər bir də burada olsaydı, bir yanda olmasaydı, bir tərəfdə olsaydı, yenə OH-in en yakın olduğu tərəfdən bəhsin numaralandırırdıq. İndi burada baxsam 1, 2, 3, 4, 5. Dördüncüyə düşür burada. Əgər bu tərəfdən başlasam, baxaram 1, 2, ikinciyə düşür OH-ə. Yəni OH-in en yakın olduğu tərəfdən başlarım alkollərdə. Gəlin isimləndirməyə başlayanda birinci kərə dalın ismini yazarım. O da nədir? Metil. Neçənci karbondadır? Birinci karbon, ikinci, üçüncü, dördüncü. Dördüncü karbonda nəmiz vardı? Metil. Ondan sonra alkolikən OH hara düşübdür? İkinci karbondadır. Edər nə? 2. Nət yazdım? 2 tükəbəmə görsədir ki, OH-2 ikinci karbon ismindədir. İndi baxağım 1, 2, 3, 4, 5. 5 dənə olanda bu alkan adı nədir? Metan, etan, propan, bütan, pentan. Edər pentanol. De ismidir. 4 metil 2 pentanol. OH-in en yakın olduğu tərəfdə mən bəs numaralandırdım. Və birinci kərə daimən dalakan yazaram. Ondan sonra OH-ə alkanaka yəni ismi yazılır. Bu nə idi? Burada biz alkollar oxuduq. İndi baxaq alkolların özəllikləri. Alkolların özəllikləri nədir? Deyirik, qaynama dərəcələri daha fazladır alkanlardan. Nə üçün daha fazladır? Alkanların daha fazla ısıya ehtiyacı vardır. Nə üçün daha fazla ehtiyacı var? Daha fazla enerjiyə ehtiyacı duyulur. Çünki alkollar hidrojen bağı oluştururlar. Gördüyünüz kimi burada nəmiz vardı? Hidrojen bağımız vardı. Bu hidrojen bağı nə burada? Alkanlardan daha fazla enerjiyə ehtiyac duyulur qaynama dərəcələrində. Bəmizə imtihanda gəlmişdi. Baxaq, hangisinin daha fazla enerjiyə ehtiyacı var? Yəni, hangisində en fazla qaynama dərəcəsi vardır? İndi birinci səbəbimiz ki, özəlliklərinə ən önəmli şey dedik, qaynama dərəcələri alkanlardan daha fazladır. Nə üçün? Çünki alkollər hidrojen bağı oluştururlar, daha fazla enerjiyə ehtiyac duyarlar. Hər nə qədər OH qrubu artarsa, hidrojen bağı sayısı da artar və qaynama dərəcəsi də artar. İndi burada mənim bir OH-im vardı burada. Bir OH-dir. Edər bir hidrojen qrubum var. Qaynama dərəcəsi daha azdır. Kimdən? Bir ikinciden 2 OH olandan. Bununki daha azdırdı mindən. Yəni en yüksək 3 olanı, ondan sonra OH, 2 OH olan, ondan sonra 1 OH. Aynı zamanda bu bir OH olan da alkanlardan daha fazladır qaynama dərəcəsi. Çünki burada hidrojen bağı vardır, diğerlərində yoxdur. Bir sual da yazan imtihanda gəlmişdi. Sonra da aşağıdakilərdən hangisinin en yüksək qaynama dərəcəsi vardır? Aşağıdakilərdən hangisində en yüksək qaynama dərəcəsi vardır? 4 seçmək vermişdi. Hər 4'ü də alkol idi. Biz neydən bilirik hangisinin en yüksək qaynama dərəcəsi vardır? En yüksək qaynama dərəcəsi vardır. Birinci propanol. Hangisinin en yüksək baxaq, səbəb də nədir ki, seçdiyimiz seçenəkdir. A. 1 propanol. B. 2 propan diol. C. 1, 2, 3 propan triol. 4, 1, 2 etan diol. Aşağıdakilerden hangisinin en yüksek qaynama dərəcəsi vardır? Dedik, en yüksek qaynama dərəcəsi onlardadır ki, OH en çox olandadır. Birinci A-nı bax, yazım, yapısal formülü. Bir propanol. Propan nə dedik? CH3, CH2, CH2, OH. Əgər göstərməmizdə 2 propanol, bu OH ortada yazardı. Bəs heç fərqsi yoxdur. Aynı edir, bir OH var, bir hidrojen qrup var içində. Ondan sonraki yazaq baxaq, B şıkkında 2 propanol, yəni edər mənası nədir? CH3,
CH3. İkinci karbonda 2 OH vardı. İkinci karbonda 2 OH, yani 2 hidrojen bağımız vardı. İkinci karbonda 2 OH, 2 hidrojen bağı var. C şıkkına gələn yenə propandır. Bəs baxaq nədir? Deyiriz 1, 2, 3. Yəni həm birinci karbon, həm ikinci karbon, həm də üçüncü karbonda OH qrubu vardı. OH nə dedik? Alkollərdir, işlevsel qruplarda OH-dir. D şıkkında 1, 2, yəni birincisi ikinci karbonda OH qrubu bulunur. Bu OH qrubu bulunur. Edər nədir? 1, 2 etan, dayol. Dayol mənasında edər 2 OH bulunur. İndi aşağıdakilərin hangisinin en yüksek kaynama derecesi vardır? Dedik kaynama derecesi ne kadar OH artarsa, burada birim var, bura 2, burada da 2 OH, bura 3 OH. Edər C şıkkı doğrudur. Nədir? Çünki 3 OH qrubu var. Ne kadar OH qrubu artarsa kaynama derecesi de artar. Bir de alkanlardan daha fazla kaynama derecesine ihtiyaç olduğu duyulur. İndi gələk baxaq ikinci başqa orqanik birləşiklərdə ikinci örnəkimizdə bu alkollərin isimləndirməklərini bildik. Genel formüllərini bildik. ROH-dir, RK alkil idi ki, alkanlardan bir hidrojen daha eksikdir. İşlevsel qruplarda OH-dir. İşlevsel qrupları, əgər imtihanda gəldi, ən önəmli sorulardan alkollərin işlevsel qrubu aşağıdakilərdən hangisidir? Biz OH seçərik. Nədir? Çünki R alkil qrubudur. Ondan sonra OH gəlir. OH alkollerin işlevsel gruplarıdır. İndi gələk baxaq ikinci kimyasal birləşiklər, ikinci organik. Organik dedik mənası nədir? Organik dediyimiz bildik içində hidrokarbon. Hidrokarbona oluşur hidrojen və karbondan oluşur. Gələk ikinci örnəklər. Bunlardan birinci bildik alkoller nədir? Özəllikləri nədir? İsimləndirməkləri. Hardan belə başlarıq? Bəs numaralandırmağa. Əgər uzun bir zincir olsa. İkinci alkil halojenleri. Cidden dərslərdəmiz ki, alkil halojenlerini anlatdıq. Burada daha detaylı anladarıq. Alkil halojenleri. İkinci alkil halojenleri. Halojen adından da görülür. Hər kəs bilir mənası nədir? Flor, klor, brom, iyotdur. Alkil halojenlerin genel formülü RX'dir. Bu X mənası nədir? Yan flor, yan klor, brom, iyotdur. Yəni buradakı R da edər nədir? Alkil qrubudur. Onun tibasını deyirlər alkil halojenleri. Halojenlər də bu dördüdür. Yəni bu X-də sadəcə bu dördündən birinin yeridir. Və işlevsel qrubu nədir? İşlevsel qruplar alkil halojenlerində X-dir. X. Gələk baxağın isimləndirməkdə ən önəmli şeylərdən biri baxağın əgər necəyi isimləndiririk bəsin. İsimləndirmək gələndə deyir alkanlardan, alkan nədir? CH4-dur deyək. Alkanlardan bir H-ni aparıq o yana, bir H gedər, yerinə kim gəlir? X gəlir. Yəni biz CH4-dan bir H getsə olar CH3 dal şəklində X-ə gəlir yerinə. X. İndi bu X yerinə edə biləm nə qoyun? Flor, klor, brom, iyot. Hər naqıs olsa CH3 deyək Cl. İsimləndirməyə gələndə baxaq ismi nədir bu? Mən biləm nədir? Metandır. Metan. Ondan sonra bu isim nədir? Bir də klordur. Əgər isimləndirməyə gəlsən bəsini edər 1 klorometan, yəni də klorometan. Bir çünki özü bəz birdir, bir karbona oluşur. İstəməz bəsini dediyim kimi əgər bəz bir isə numaralandırım. Yəni deyərəm 1 kloro, yəni həmən yazaram klorometan. Aynən mənəyə gəlir burada. Metanda sadəcə, diğerlərində farklıdır. Bir klorometan, yəni də klorometan. Əgər gəlsək, ondan sonra etanımız vardı. Etanda da əgər cənə bir hidrojen gedəndə yerinə nə gəlir? Bir alkil qrubu CH3. Deyir, burada əgər bəyimizcə bir hidrojen gedəndə nə olur yerinə? CH3, CH2, X-ə olur nə? F deyək. İndi baxağım burada, hə bir yana qoysam, F, cənə bir yana da qoysaydım, aynı dərdi 1. Rəqəm 1-də olardı. İsmi onlarına metan, etan. Adı nədir? Fluoroetan. Edə bilirik də yazaq. Bir fluoroetan. Aynən mənəyə gəlir. Üçüncü gələyim propanımız var. Propan CH3, CH2, CH2, Br. X qrubu Br yazdım. Baxaqım, bəs propanda fərqi vardı. Çünki edə biləm bu bromu burada qoyun, ikinci karbona. Bəs mən burada birinciyə qoymuşam. Əgər ikinci karbona qoyanda izomeri dəyişinər, xeyr isim olur bəscə. Baxaqım, burada adı nədir? 1 karbon, 2 karbon, 3 karbon. Edər nədir? Propandır. Bildim, mənim maddəm adı nədir? Propandır alkan qruplarında.
Bromaka hardadır? Birinci karbondat yazaram. 1 bromo propan. Əgər bunu başqa izomerin məndən istəsəydi, gedən dərs izomerləri iyi oxuduq, bildik nədir? Onlar CH3, CH3. Bu brom gəlsəydi bura. İndi baxaq, karbon tamam 4 vardı. 1, 2, 3, bir də hidrojendən 4. İsmi olardı nə? 2 bromo propan. 10 propandan belə mühimdir ki, 1 qoyaq, yəni 2 qoyağın. Çünki birinci karbonda da edə bilik qoyaq, ikinci karbonda da edə bilik qoyaq. Bəs burada yox, sadəcə birimiz vardı. Metanla etana qədər sadəcə bir vardı. Bəs üçüncü dənəmiz vardı. 1 bromo propan da edə biləm yazım. Əgər bu brom gətirsəm, ikinci karbon olur 2 bromo propan. Gəlağın, ondan sonra büyütanımız var. Büyütan da aynı şəkildə hər hansı karbonu qoyduğumuz belə də biz yerin yazağın neçənci karbondadır. Bir örnek alağın, baxağın, əgər bir birləşikdə həm karbonumuz var isə, həm flor, birinci kərə hangisinin ismini yazaram? Ən önəmli şeylərdən biri də İngilizcə alfabesinə görə isimləndirmək. Nəticə İngilizcə alfabesinə görə isimləndiririk? Daha düzənli olduğundan dolayı İngilizcə alfabesinə görə isimləndirilir. Burada CH3'imiz var. C, Cl, Cl, CH2, Cl, CH3. Burada bir arım var. Ondan sonra CH2. Bir notumuz da var. Biz hidrokarbonları dedik, dal olmaz gəlsin birinci karbona. Bəs burada olur. Çünki bu dalım alkil qrubu deyəcək. Bunlar halojendirlər. Bunlar halojendirlər. İndi birinci kere isimləndirmək. İstəyirəm isimləndirim bəsin. Ən önəmli şey isimləndirməkdə mənim işim nədir? Birinci dəfə də bir numaralandırım. Numaralandırmasam mən isimləndirməyi bilməm. Baxın, burada hardan belə numaralandırıram? Demişim, ən önəmli şey nədir? Dalın ən yaxın olduğu tərəf. Buradan başlasam dal hara düşür? 2-dən 4-ə düşür. Əgər soldan başlasam dal 1-dən 3-ə düşür. Edər hardan başlayarım numaralandırmağa? Soldan belə. Biz soldan belə başladım. 1, 2, 3, 4. İndi İngilizcə alfabesinə görə brom əvvəltır gəlir, yəni klor, B gəlir, yəni C, B gəlir. Onun üçün burada nə yazaram bəsçi? 3 bromo. Nə üçün bromu birinci kərə yazdım? Çünki İngilizcə alfabesinə görə B daha öncə gəlir, C-dən A, B, ondan sonra C gəlir. Kloraka neçəncədədir? Birinci. 1 kloro. Mənim bu alkil qrubu uzun zincirin adı nədir? Metan, etan, propan, büyütan. Bunun da adı büyütandır. Alkanlardan. Ondan sonra gələyəm, baxıram, həm sağ tərəfdən dalım var, həm də sol tərəfdən başlasın dalım var. Bəs sol tərəfdən başlayandan baxıram, burada 2 dalım vardı. 1 klor və 2 klor. Burada baxanda 1 dalım vardı. Onun üçün nə edərəm? 2 adım, yəni 2-yə çoxdur, yazaram bəsi. Bu tərəfdən soldan başlayıram. Baxıram, klor aynən cənə bromdan sonra atır gəlir. Bəs nə edərəm burada bəsin? Baxıram, dal bu yandan daha fazladır. Burada 2 dal, 1 karbon üstündədir də. Onun üçün bura 1 qoyaram. 2, 3, 4. İndi bəsini mən numaralandırdım. İsimləndirmək nə edərəm? Birinci kərə İngilizcə alfabesinə görə 4 bromo, virgül. İkinci karbona baxaram, 2 klorum vardı. Mənası nədir? 2, virgül 2, dikloro, pentan. 5 karbondur uzun zincirimiz. Bu uzun zincir 5 karbona oluşduğu için adı pentan olur. Bazı özelliklerimiz vardı. Tabii özellikleri alkil halojenlerin diğer organik birleşikler gibidir. Baxaq, deyir, bizim 2 maddemiz vardı. 2 madde çok kullanılan bir maddedir. Onlardan biri ferriyon 11'dir. Baxaq, kimyasal birleşiği necəydi? O birisi ferriyon 12. Ferriyon 11, bir de ferriyon 12. 12. Her ikisi kısaca CFC olarak yazılır. Kısacası CFC olarak yazılır. Baxaq, nə CFC olarak yazılır bunların. İndi ferriyon 11'in yapısal formülü bir karbondur. Etrafında 4 halojen vardı. 4 halojen nədir? 1 klor, 2 klor, 3 klor, ondan sonra F'dir. Cəsaq ferriyon 12'nin kimyasal birleşiği 2 klordan 2 flor içerir. İndi isimləndirsəm burada olar triklorofluorometan.
Nədir? Metan çünki bir karbondur. Digərə baxsaq, diklorometan. Nədir? Çünki 2 flor, 2 klordan içəri. İndi baxaq, bu CFC-nin nerede kullanılır en önemli özelliklerinden biri nədir? Bu CFC ozon tabakasını etkiler. Ozon tabakasını etkilediğinde UV ışınları gəlir yeryüzüne. Yeryüzüne gələndə insanın cildine zarar verir. Bu da neyler? Hastalıklara sebep olur. Onun için bu filyon 11'den filyon 13'in özelliği nədir? Ozon tabakasını etkiler bunların en önemli özelliklerinden biri. İmtihanda gəldi CFC mənası nədir? Filyon 11'den 12 içine gəlir CFC. Bu da kimyasal olarak birleşilen isimlerini yazdım. Əgər baxsaq, bizim başka bir kimyasal maddemiz de var. O da teflondur. Teflon almışıq. Niçin kullanılır? Teflonda mutfaklarda yapışmayan malzemeler olarak kullanılır. Teflonun da kimyasal formülünü yazıram burada. Teflon kimyasal formülü FCF2 bağ tetrafluoroeten. Eten nədir? Çünki 2 bağdan oluşur. Double bond. Bu double bond da bəsin belədir. Alkenlər qrubundandır. Alkenlər edər etəndir. Eten. Nədir etəndir? Çünki 2 karbonun içəri. Digərlər hamısı nədir? Alkil qruplardır. Ekslər tetrafluoroeten. Bu da bugünkü alkil halojenler. Tabii bazı maddelerimiz de vardır ki nədir? Günlük hayatımızda da kullanılır. Bu da özellikleri ve kullanımlarıdır. Kullanımları ve özellikleri de gələr sonra imtihanda. Bəs en önemli özelliklerden burada bir alkil halojenlerin en önemli özelliklerinden biri neydi? İngilizce alfabesine göre isimlendirmek. İndi mən dedim buradaki X neydi? Alkil halojenleri R, X idi. Bu X mənası nədir? Flor, klor, brom, iod. Eğer her dördü sana tücətsə, bir uzun zincir üstünde birinci kere hangisini numaralandırırıq? Numaralandırmağa tabii en yakın olan taraftan. Ve hangisini isimlendiririk? İngilizce'de birinci kere B gəlir, yazaram BR. Ondan sonra C gəlir, klorokanın ismini yazaram. Ondan sonra F, ondan sonra I. Bu isimlendirməkdir. Bəzi numaralandırmağa baxsaq, əgər numaralandırmaqda dalın en yakın olduğu taraftan başlarıq. Tabii hangisi bunlar daha yakınsa oradan edebilirik, başlayalım. İndi diğer bir organik birleşikimiz vardı. O da eterler. Eterler de en önemli kimyasal birleşiklerden biridir. Eter en önemli kimyasal birleşiklerden biridir. Çok zor gəlir. Çünki bir qeyri maddemiz de var. Esterdir. Müzika talaba bəzən esterdən qarışdırır. İndi baxaq eterlerin mənası nədir? Eterin birinci kere kimyasal formülü nədir? Ondan sonra işlevsel grubu nədir? Ondan sonra isimlendirməklərə gəlirik bir-bir. Eterler başka organik. İndi birinci kere alkolleri oxuduq. İkinci kere alkil halojenleri. İndi bu üçüncü örnekimiz nədir? Eterler. Eterlerin kimyasal formülleri. Eterler. Kimyasal formülü R, O, R'dır. B2R mənası nədir? Alkil grubudur. Baxaq necə bəzən isimləndiririk. Eterlerin aynı zamanda işlevsel grupları da O'dur. O 2R arasındadır. R, O, R genel formülü işlevsel grupta yazılır. Ondan sonra bir örnek alalım. Baxaq CH3, O, CH3. Bəzən istəyirəm isimləndirim. Hardan belə isimləndirməyə başlayıram? Sağa baxsam metildir, M-dən başlayır. Sola da baxsam bu da metildir. Bu da M-dən başlayır. Edərəm ismi nədir? Dimetil. Dimetil. Dimetil yazandam. Ondan sonra ismi olarına dimetil eter. Nədir? Çünki R, O, R'dır. Bu R bir grupdur, bu da R'dır. Dimetil eter. Bu şekilde yazılır. İndi əgər burada CH3, CH2, O, CH3 olsaydı, hardan bəzən isimləndirərdim? Buranın adı nədir? Etildir. Buranın adı metildir. Hardan isimləndirəm? Etildən. Etil, virgül, metil, eter. Eter nədir? Eterlər qrubundan gəldiyini göstərir bəmizə. Bu da örnəklərindən biridir. Tabii İngilizce alfabesinə görə gene isimləndirdik, bəzisini numaralandırdık. İncələğin diğer örnəkimizə, o da əgər bəmizə halkalılardan versə, halkalı aynen eterlərdə isimləndirməkdir. Baxağın halkalıları, halkalı alkanları necə isimləndiririk bəzisini. İndi biz bildik eterlər nədir? R, O, R'dır. Arakalar her ikisi alkil gruplardır. İşlevsel grupları ise O'dur. Ortadaki O'dur. İki çizgi var yan şahsında. Ondan sonra nəyimiz vardı?
İsimləndirmək. Elə bilək də hər örnək baxaq. Əgər hər ikisi R aynən isə cənə CH3, CH2, O, CH2, CH3. Bir də digər örnəkimizdə hər iki tərəf etildir. İsmi oylarına day, etil, eter. Bu düz bir zincir şəklində olsa. Əgər bizə halkalı şəklində versə, bu halkalı bir üçgəndir. Bir də halkalı bir üçgən. Yəni də halkalı dörtgən, o halkalı dörtgən. Biz bilirik halkalı alkanlarda almışıq. Əgər mən halkalı üçgən gördüyüm billi edər. Bunun adı nədir? Bunun halkalı metan yox, etan propan. Nədir? Çünki 3 karbonu var. Metan halka oluşturmaz edik. Etan da oluşturmaz. En az da bir 3 karbon olsun. Bir de propandır. Halkalı propan. Bir de halkalı propan olduğu için ikisinin adı eder ne? Day halkalı propil, çünkü alkil gruplardır, eter. Burada baxsaq, burada nəyimiz var? Dörtgən. Burada dörtgəndir. Dörtgənlərin adı nədir? Halkalı büyütan. Burada da yazaram day halkalı butil eter. Bu şekilde bəsin biz isimləndirdik. Əgər bəmizə nə versə, bəmizə yəni üçgən, yəni dörtgən şəklində verir, yəni də altıgən, altıgənlərdə dedik nədir? Aynı zamanda heksandır, halkalı heksan. Halkalını yaddan etməyəğin. Bu halkalını yaddan etsək, edər isim məkanimiz qalatdır. Aynı zamanda formülümüz də qalat çıxar bəmizcə. Bir örnəkimiz qalıbdır. Onu da bitirəğim. O da çox gələn sorulardan biri olur. Bir örnek var eterlərdə, bir örnəkimiz qalıbdır. Bir örnek eterlərdə alağın daha sonra gəliq aldehiddən ketonlara. Bir örnəkdən bunun adı metil, bitray, butil, eter. Bir də nədir? Benzin oktanın iyileştirilmesinden biri olarak sayılır. Son zamanlarda yani benzin içinde bu maddeni kullanırlar. Avvaldır başka bir madde kullanırlar. Onun da adı tetra etan kurşun. Onun yerine nədirsə o kurşun akan kullanmalıdır. Çünkü kurşun akan inirdi. Bir çökelti oluştururdu benzin içinde yakıtlarda. O da arabaya zarar verdiğinden dolayı onu kullanırlar. Son zamanlarda metil, tribüter, eter en iyi madde olarak kullanıldı. Benzin oktanın iyileştirilmesinden biri sayı daha önce tetraetil kurşun kullanılırdı burada. İncəlik 4-cü dərs baxaq. Bu gündə indi bu qədər. Ondan sonra varımızdır ketonlardan aldehidlər daha sonra anladarıq.